Salam əziz izləyicilər. Bugünkü qonağımız Sədaqət xanım Davud qızıdır. Sədaqət xanım necəsiniz? Çox sağ olun, yaxşı olasınız. Sizlər yaxşı olasınız. Çox sağ olun. Bahəm. Bəs bugünkü şeirimiz nə haqqında olacaq? Çox sağ olun. Mənə həmişə müraciət edir gənclər ki, Sədaqət xanım, biz çox sevirik sizin şeirlərinizi. Dönə-dönə oxuyuruq, dönə-dönə qulaq asırıq. Hətta biz orada xoş sözlər də yazırıq sizin ünvanınıza. Mən bütün oxucularımı çox sevirəm. Onlara böyük rəğbətim var. Əvvəllər tez-tez görüşürdüm oxucularımla. İndi vaxtım olmadığı üçün mən az-az görüşürəm. Amma söz vermişəm ki, oxucularımla bu yaxınlarda yenə onlarla görüşəcəyəm. Bilirsiniz, mən elm sahəsindəyəm. Mənim işim şeir yazmaq deyil, həm də elmlə məşğulam. Konferanslarda oluram və yaxud da hər müdafiələrdə oluram. Ona görə, yəni yaradıcılıq mənim ikinci bir işimdir. Bu, yəni yaradıcılığı mən boş vaxtımda, yəni bu mənim özümün iş saatı var. Şəhər yatır, sakitçilik olur. Ondan sonra mən sözü qələmə verirəm. Mən oxucularımı intizarda çox saxlamaq istəmirəm və onları yeni bir şeylə sevindirmək istəyirəm və onlara xəbər tutmadım. O qədər başımız, yenə deyirəm, işə qarışır və yaşın hardan gəlib, hara getdiyindən xəbərimiz olmur. Mənə belə bir mövzuda gənclər müraciət etmişdi. Mən də onları qırmadım və bu mövzuya müraciət etdim. Xəbər tutmadım. Nə vaxtı qocaldım, xəbər tutmadım. Gördüm ki, yaş o yaş deyil ki. Fəsillər ötüşüb, aylar ötüşüb, yaşıl yarpaqlar da xəzan tökübdür. Bir qoca palıd da əyib başını, cavanlıq gedibdir, qalmayıb izi. Bizə xatirəsi qalıbdır düzü. İndi xatirələr ağladır bizi. Zaman qopa-qopda yaman tələsdi. Alıb gəncliyimi apardı, getdi. Ömür sarayından yarpaq da düşdü. Nə vaxtı qocaldım, xəbər tutmadım. Fəsillər ötüşdü, aylar ötüşdü. Qara saçlarıma ağ dən ələndi. Qocalıq oduna belə bələndi. Alnımda qırışlar çoxaldı getdi. Mənim gəncliyimi apardı getdi. Baxışlar, gülüşlər dəyişdi bir an. Sevinç də, sevgi də, keçdiyim yol iz, indi xatirəsi qalıb o izin. İndi döngələr də yadımdan çıxır. Qocalıq haqladı, ömür də keçdi. Arzular, ümidlər beləcə keçdi. Yalnız ötən ilin xatirəsidir. İndi xatirələr ağladır məni. Yaman qocalmışam, yollarda izi, vaxtsız itiribdir yollar da bizi. Bizə xatirəsi qalan o izin, gənclik illərimiz beləcə getdi. Ağaran saçlar da pərişan oldu. Yaş, o yaş deyil ki, yenidən sevəm. Yenidən bu eşqi yaşaya biləm. Qalıb xatirəsi o ilin məndə. Keçdi cavan çağlar dönən deyil ki. Zamanlıq bir daha dönən deyil ki. Mən bu qocalıqdan xəbər tutmadım. Mən bu qocalıqdan xəbər tutmadım. Bilirsiniz, yenə deyirəm, hər birimizin işi, başımız işə qarışır və zamanın, vaxtın, nə vaxt, haçan, harada keçdiyindən xəbərimiz olmur. Ona görə də mən bu mövzuya müraciət etdim ki, həqiqətən də zaman tez gəlib keçir. Vaxt tez gəlib keçir, bir də baxıb görürsən ki, yaş o yaş deyil. Amma mən gənclərə hər bir yaşda sevgi arzulayıram. Hər bir yaşda sevmək olar. Hər bir yaşın da öz gözəlliyi var. Çox sağ olun, mən sizə minnətdarlığımı bildirirəm, təşəkkürümü bildirirəm ki, gəldiniz, vaxtınızı ayırdınız, mənlə görüşdünüz. Çox sağ olun. Siz sağ olun.